Herkese salam, necəsiniz? Mən artıq Naxçıvandayam, gəlmişəm. Uçuşlarım ləğv oldu. Ama olamaz. Neden ben? Bir gün sonraya qaldı. Yoxsa əslində bu vlogu mən dünən atmalıydı. Əvvəl 12 işləmişi saldılar. 12 işləmişi də ləğv elədilər və sabahsı gün saat 7-də mən Naxçıvanda idim artıq. İndi hazırlaşmışam. Necə hazırlaşmaq? Qaça-qaçla. Rəfiqəmin tanışının ad günüdür, oraya gedirik. Məni də aparır. Ondan sonra əgər vaxtımız olsa çaya gedəcəyik. Sizinlə də bölüşəcəm bunları. İndi hələlik. Gəlin rəfiqəm. Və düşürəm mən. Və indi düşdük. Maşınını tapmağa. Əlimdə də onun paxlavası. Mənə Gəncədən bura paxlava gətirdi, bilirsiniz. Renge bakayım. Benim sesim de düşüyor. Sevmeye çekebilirsin. Bu da kiraya tutulan günlük ev çok güzeldi. Bu bir otağı. Burası qonaq otağı. Bu kəsilməyən qarpızımız. Çok sevdim buranı. Ad günündəyik, bəziləri üzüb düşməməlidir deyə bura yerləşdirmirəm. Çünki bəziləri şəhid yoldaşdır deyə qoya bilmirəm üzlərini. Onun üçün də belə mənə baxa bilərsiniz. Sizə birazdan mənzərəni göstərəcəm. Seva. Yedik, içdik. Fədayı görüşsün, gəlsin, gedərik biz də. Zəhra salam de. Salam denin. Denən kanala abunə olun. Denən kanala abunə olun. Kanala abunə olun. Ölürəm.